Allah edir ona da razı olmasın. Nə danışırsan? Yəni nəinki Muhammedin mənim yerimdə olması. Bu dağdır, bu sevgi. Yəni adamlar, sahabələr ölümə necə gedirdilər? Vallahi deyir, bu dağın arxasından cənnətin qoxusunu alıram deyir. Bu kişi imanın dadını alıb, iman ləzzətini alıb. Cənnətin qoxusunu almaq nədir? Cənnətin qoxusunu deyir, mən alıram deyir, bu dağın arxasından deyir. Əlində xurma yer. Ey Allahın Rəsulu, deyir, cənnət sənin vəsf etdiyin genişliyi yerlər və göylər qədər geniş olan cənnətdir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyəndə ki, cənnəti vəsf eləyəndə adam xurma yer əlində. O zaman deyir, savaş gedir, savaşın ortasıdır. O zaman deyir, bu xurmanı yemək uzun bir həyatdır. Xurmanı atır, girir savaşa və Allah yolunda da şəhid olur. Uzun bir vaxtdır deyir. Xurma yeməyi uzun vaxt görür ki, cənnətlə mənim aramda olan məgər bu xurmadır. Bu xurmaya görə mən uzanacaq həyatım, gör necə Allah Azza və Cəllə iman gətiriblər. Gör bu adamlar necə imanın dadını alıblar, imanın ləzzətini alıblar. Allah və Rəsulunu necə seviblər. Yəni bu sevgi əzəmətli bir sevgidir.